qonaqlarımı sizə təqdim edirəm. Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Ömər Qocaman, Şimali Kipr Türk Respublikasının Prezident Administrasiyasının QHT-lərlə bağlı koordinatoru Lətif Ağca, Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev və Mətbuat Şurasının, Azərbaycan Respublikasının Mətbuat Şurasının İdarə Heyətinin üzvü bizim həmkarımız Müşfiq Ələsgərli. Xoş gəlmişsiniz, hörmətli qonaqlar. İnformasiya, media qurumlarının fəaliyyətini diqqət mərkəzində saxlamalıyıq. Çünki bizim üçün, bütün ölkələr üçün vahid informasiya məkanının yaranması indi strateji məsələlərdən biridir. Türkiyə ilə Azərbaycan arasında belə bir format artıq var və yəqin ki, bizim Orta Asiyadakı qardaşlarımız da bu proseslərə qatılacaqlar. Müşfiq bəy, istəyirəm elə bax bu məsələ ilə bağlı sizə müraciət edeyim. Çünki həqiqətən də yəni informasiya təminatı gərək ən azı paralel bir xətlə, treklə addımlasın. Ən azı, əsası isə odur ki, gecikmələr olmasın. Bax, buna nail ola bilirik, yoxsa yox? Əslində, Tofiq müəllim, iş o istiqamətdə də gedir. Mən yer gəlmişkən deyim, Hilmi bəyin də sizin də səsləndiyiniz fikirlərlə çox razıyam. İstər Türk xalqları arasında inteqrasiyanın sürətləndirilməsi, istər Türk Dövlətlər Təşkilatının bir model olaraq oturuşması və təsdiqlənməsində xidmətləri olan komponentlərdən biri məhz mediadır. Biz bu prosesdə medianın roluna baxsaq, bunu şərti olaraq, yəni çoxdur prosesdə rolu, amma şərti olaraq 3 istiqamət üzrə qruplaşdırmaq mümkündür. Birincisi, Türk xalqları arasında operativ, intensiv və effektiv kommunikasiyanın qurulmasında medianın rolu. Yəni bu, bütün bu Türk dünyası ideologiyası ortada olduğu dövrdə həmişə danışılıb ki, vətəndaş cəmiyyəti institutları, o cümlədən media bu inteqrasiya məsələsində ən mühüm komponentlərdən biridir. İkinci bir istiqamət, bu son dövrlərdə gedən proses və Türk Dövlətlər Təşkilatı, onun mahiyyəti, perspektiv planları barədə dolğun, düzgün informasiyanın dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu da çox mühüm bir məsələdir. Üçüncü istiqamət isə bu Türk dünyası modelinə qarşı yönəlmiş dezinformasiya və informasiya savaşında medianın rolunun artırılması çox mühüm məsələdir. Bu, əvvəla bütövlükdə bəzən biz o qlobal informasiya məkanına baxsaq və o qlobal güc mərkəzlərinin təsirində olan medianın səhifələrinə baxsaq, burada həm bütövlükdə Türk dünyasının, onun içərisində ayrı-ayrı Türk dövlətlərinin və bunun içərisində ayrı-ayrı layihələrin çox sürətli şəkildə vurulduğunu biz şahidi oluruq. Yəni bunlara qarşı çox ciddi informasiya savaşı aparılır. Yəni o prosesdə də məqsəd yönümlülüyü biz görürük. Çünki bizə qarşı yəni fəaliyyət göstərənlər, bəli, çox səlis bir tərzdə çalışırlar, fəaliyyət göstərənlər. Bunu bəzən çox açıq tekst edirlər, bəzən isə qapalı, qəribə bir mexanizmlərlə eləyirlər. Mən də o açıq tekstdə tutaq ki, Zəngəzur dəhlizinə qarşı yönəlmiş layihələri, informasiya savaşını, yaxud da ki, başqa layihələr demirəm. Məsələn, gözə görünməz proseslər də var. Yəni, bunu xüsusi işləmək lazımdır. Məsələn, bir detallı deyirəm ki, nəticə çıxaraq. Məsələn, Macarıstan Türk Dövlətlər Təşkilatına belə deyək, iştirak üçün təşəbbüs göstərməmişdən əvvəl Dünya reyting təşkilatlarının, o demokratiya yönlü reyting təşkilatlarının siyahısında Macarıstan ilk 50-likdə yer tuturdu. Amma bu Türk Dövlətlər Təşkilatında iştirak edəndən sonra artıq onun reytingi 100-dən geriyə atılıb. Yəni daha pis mərhələyə atılıb. Məsələn, Sərhədsiz Reportyorlar Təşkilatının media indeksinə baxsaq, biz orada son dövrlərdə Macarıstan nə qədər sürətlə geriyə apardığını görürük. Nə baş verib? Yəni Macarıstanda siyasi sistem dəyişməyib, rejim dəyişməyib, heç bir şey dəyişməyib. Eyni sistemdir, eyni inkişaf templəri var, ancaq bunlar reytingini aşağı salırlar. Qiymətləndirmədə tamamilə daban-dabana nə baş verib burada? Yeganə səbəb odur ki, yəni bu Türk birliyinə artıq yaxınlaşıb qoşulduğu üçün bəli, bu hədəfə çevrilib. Mən Azərbaycanı, Türkiyəni demirəm, zaten bizə qarşı münasibət bəllidir. Mən o yeni komponentlərdən sizdən Müşfiq müəllim, elə bax biz Qarabağla bağlı özümüzə olan o təpkiləri, negativ təsirləri görürdük. Vaxtilə Şimali Türk Cümhuriyyətinə də bax eyni təsirlər var idi. Eyni baxışlar, eyni ikili standartlar. Yəni biz buna öyrəncəliyik. Ancaq bu bizi sarsıda bilməz. Çünki biz bilirik ki, onlar məkirlə yanaşırlar bizə. Və indi Müşfiq bəyin də dediyi, bax o məsələdir ki, Macarıstan yalnız demək Türk birliyində, müşahidəçi qismində iştirak etdiyinə görə artıq onu
kölgəyə 50 salırlar. pillə geri atırlar. Bəli. Bəli. Və imicini korlamağa çalışırlar. Və bu belə deyək ki, az təsirli məsələ deyil Toğman. Biz indi prosesin içindəyik, öz təəssübümüzə görə biz nə olduğunu başa düşürük. Amma dünya ictimaiyyətində ümumiyyətlə obyektiv fikir yaradılması üçün çox böyük işlər görülməlidir. Mən bax bu o neqativ informasiyaların nə dərəcədə təsir olduğu təsəvvürünü yaratmaq üçün bir nümunə demək istəyirəm ki, bizim tamaşaçılar üçün aydın olsun. Təsadüfən bir müddət əvvəl mən bir maraqlı bir analitik hesabatla məşğul oldum. Beynəlxalq analitik təşkilatların bir hesabatını. Orada göstərirdi ki, dünyada nə qədər terror hadisəsi baş verirsə, bunun 70%-dən çoxu qeyri-müsəlman əsilli şəxslər tərəfindən baş verir. Amma dünya mediasının səhifələrinə baxsaq, orada terrora görə qınananlar 90% müsəlmanlardır. Yəni çox paradoksal və dabandabana zidd olan bir məsələdir. Eyni situasiyanı, eyni nümunəni biz Türk Dövlətlər Təşkilatı və özümüzə qarşı yönəlmiş münasibətlərdə görə bilərik. Nə etmək lazımdır? Bax bu proseslərin qarşısını almaq üçün, dünya ictimaiyyətinə real informasiyalar çatdırmaq üçün və bu dezinformasiyaların qarşısını almaq üçün burada medianın rolunu artırmaq, gərəkli işlər görmək üçün əslində Türk Dövlətlər Təşkilatı tərkibində gərəkli işlər görülür. Hələ 2021-ci ilin dekabr ayında bilirik ki, təşkilatın tərkibində media platforması yaradıldı. Düzdür, ilkin olaraq bu platformada Türkiyə və Azərbaycan mediası iştirak edirdi. Daha fəal idi. Bəli, daha fəal oldular, amma bu gün həm Türkiyə, həm Azərbaycan bu platformanın genişləndirilməsi üçün çox böyük addımlar atır. Məsələn, Azərbaycan əlahiddə olaraq Qazaxıstan mediası ilə, Özbəkistan mediası ilə, Qırğızistan mediası ilə qarşılıqlı əməkdaşlıq sazişləri, memorandumlar və s. imzalamağına cəlb edir. Yeri gəlmişkən bir informasiyanı deyim, indi sabahda bunlar görüşəcək. İndi Özbəkistan nümayəndə heyəti Media İnkişaf Agentliyin dəvətli Azərbaycandadılar və sabahda o əməkdaşlıq memorandumum yenidən belə deyək ki, yeni bir forum keçiriləcək, yenidən yeniləcək. Bunlar çox böyük məsələlərdir. Çünki media bu məsələlərdə öndə olmalıdır, dezinformasiyaların qarşısını almaq üçün. Biz o platformanın belə deyək ki, niyyətinə, ideyasına baxsaq görərik ki, orada da iki istiqamət qoyulub. Biri bu Türk dövlətlərinin o mədəni inteqrasiyası üçün müəyyən təşviqat işlərinin aparılması, həqiqətən çatılması. İkinci mühüm məsələ isə bu dezinformasiyaya qarşı mübarizədir. Yəni bu o platformanın niyyət protokolunda özünü belə deyək ki, əksini tapmış müddəalardan biridir. Proseslər yaxşıdır, amma bayaq Hilmi bəy yaxşı vurğuladı ki, əlbəttə arada bir o neqativ tendensiyaların ortalığa çıxmasını da biz şahid oluruq. Xüsusilə sosial şəbəkə platformaları fonunda hansısa o qrupların, mərkəzlərin məhz Azərbaycan-Türkiyə ittifaqı yaxud da ki, bütövlükdə Türk Dövlətlər Təşkilatını hədəf alan belə deyək ki... Bəli, biz dərinə getsək, yəni biz öz araşdırmamızı aparsaq, görəcəyik ki, onlar mütləq şəkildə hansı üçüncü mərkəzlərə bağlıdırlar. Yəni o fikir yaradırlar. Bəli, fikir yaradırlar ki, məsəl üçün millətlərin, dövlətlərin arasında nifaq salsınlar, sonra hamar gedən proseslərin qarşısını alsınlar, ya onları ləngitsinlər. Yəni buna da biz öyrəncəliyik. Dəfələrlə bununla rastlaşmışıq və artıq bizim də belə deyək də əks hücum strategiyamız var. Bəli. Və o strategiyanı əslində biz hər kəsdən yaxşı bilirik. Yəni sadəcə bir şeyi qeyd etmək lazımdır ki, indi bayaq keçici olaraq vurulandı. Məsələn, 2020-ci ilin o Vətən müharibəsi dövründə Türkiyə-Azərbaycan mediasının vahid mövqedən çıxış etməsi bizim o zəfərimizin qazanılmasında nə qədər pay olduğunu bilirik və cənab prezident bilirsiniz, bu il o Azərbaycan mediasının 150 illə bağlı sərəncam imzalayanda orada da bir cümlə keçirdi ki, yəni Azərbaycan mediasının və xəbər istehsalçılarının bu müharibədə, savaşda payı bizim əsgərlərimizin payından heç də geridə deyil. Yəni bu özü göstərir ki, bu informasiya savaşı nə qədər mühümdür və Azərbaycan, Türkiyə, eyni zamanda bütövlükdə Türk dövlətlərinin o media qurumlarının bu məsələlərdə aktiv iştirak etməsi bizə nə qədər uğurlar qazandıra bilər. Fikrimi yekunlaşdırım. Biz nə vaxt ki, ümumilikdə xalqlar olaraq, dövlətlər olaraq, Türk xalqlarına söhbət gedir, media qurumları olaraq, nə vaxt ki, bir yerdə oluruq, həmişə zəfər çalmışıq. Nə vaxt ki, ayrı-ayrılıqda çıxış etmişik, orada mütləq bir məğlubiyyət izi qalmışdır, bir acı xatirəsi qalmışdır. Ona görə yəni tarixin bu məqamlarına əsaslanaraq mütləq vahid mövqedən çıxış etmək vacib elementdir və bunu dərk etmək lazımdır. Əlbəttə. Yeri gəlmişkən elə cənab prezident İlham Əliyev özü informasiya fəaliyyətində mən deyərdim ki, özü bir örnək nümayiş etdirir, göstərir və biz dəfələrlə bunun şahidi olmuşuq və həmişə də elə nöqtələri tutur ki, onlar hamımız üçün çox vacibdir və aktualdır. Çünki onlar həssas məqamlardır bizim fəaliyyətimiz üçün.
Müşfiq bəy, yəni biz elə bir istiqamətlərdən, sahələrdən danışırıq ki, onlar hamısı strateji əhəmiyyətə malikdirlər və təbii ki, bunlarla bərabər həm də informasiya meydanları, platformaları yaradılmalıdır və yaradılır da. Ancaq yaratmaq hələ bir məsələdir, onların arasında kommunikasiyanı da gücləndirmək. Bax, onu necə siz görürsünüz, o vasitələri, o mexanizmləri necə görürsünüz? Zəhmət olsa qısaca. Tamam, bir elementi vurğulayım ki, artıq Azərbaycanda dünyanın media ilə bağlı müxtəlif platformalarında təmsil olunan çox saylı media subyektləri və jurnalistik verilişləri mövcuddur. Yəni, dünyada artıq elə bir platforma yoxdur ki, Azərbaycan mediası orada təmsil olunmasın, Türkiyə mediası orada təmsil olunmasın. Peşəkarlıq baxımından, potensial baxımından Türk dünyasının reallıqlarını dünyaya çatdırmaq üçün kifayət qədər potensialımız mövcuddur. İnteqrasiya edəndə, əməkdaşlıq edəndə bunu daha yaxşı formada çatdıra bilərik. Bizim ikinci bir üstünlüyümüz var, onu deyib fikrimi çatdırım. Məsələ oradadır ki, Türk birliyi bayaqdan vurğulandığı kimi kimsəyə qarşı formalaşdırılmış bir birlik deyil. Biz özümüzü müdafiə etmək və haqqımız olanları inkişaf etdirmək fikrində. Bu baxımdan mövqeyimiz haqlı olduğuna görə ümumilikdə medianın da mövqeyi güclüdür. İnşallah ki, nailiyyətlər, qələbələr bizi gözləyir. Sağ olsun, sağ olsun. Belə, hörmətli qonaqlar, mən minnətdaram dəyərli fikirlərinizə görə.